cənnətə və cəhənnəmə imanın rukunlarından, əsaslarından birisi də budur ki, biz etiqad etməliyik ki, cənnət nemətləri və cəhənnəm əzabından heç bir şey yer üzərində yoxdur. Onun mislində, ona oxşar, ona bənzər yer üzərində heç nə yoxdur bir şeydən başqa. O da həmin nemətlərin və həmin əzabın adı. Vəssalam. Ona görə İbn Abbas radiyallahu anhuma deyir ki, Leysə fil cənnəti şeyun mimmə fid dünya illəl əsmə. Cənnətdə yer üzündə olan şeylərdən heç bir şey yoxdur. Addan başqa. Oxşarlıq yalnız addadır. Məsələn, cənnətdə nar olacaq, olacaq. Süd olacaq, olacaq. Bal olacaq, olacaq. Amma o bal, o süd, bizim bildiyimiz bal, süddür, cavab budur ki, yox. Yəni, təmiz ayrı bir şeydir, bəli. Yalnız oxşarlıq addadır. Keyfiyyətdə heç bir əlaqəsi yoxdur. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm hədis-i qudusda deyir ki, Allah azza və kəllə belə dedi. Mən salih qullarıma cənnət nemətlərini hazırlamışam. O nemətlər ki, la aynun ra'at və la uzunun səmiat və la xatara alə qalbi bəşər. Heç bir göz onu görməyib. Heç bir qulaq o barədə eşitməyib və o nemətlər heç bir bəşər övladının ağlına, xəyalına belə gəlməyib. Fikir verin. Yəni, məsələn, süd, bildiyimiz dünya südü. Biz onu görmüşük və elə nemətlər var, ola bilsin görməmişik, eşitmişik. Və elə nemətlər var, görməmişik, eşitməmişik, bəlkə də yoxdur, xəyal edə bilirik. Cənnət nemətləri o nemətlərdir ki, insan onu xəyal edə bilmir. Onu görməyib, heç bir göz və eşitməyib. Oxşarlıq yalnız addadır və sual verilsə ki, hikmət, səbəb nədir? Şeyxülislam İbn Teymiyyə rahmehullah bunu açıqlayır. Yəni, səbəb nədir ki, Allah azza və cəllə cənnət nemətlərinin adlarını dünyada olan nemətlərlə müştərək edib. Deyib, cənnətdə sizin üçün salxımları, sallanan banan ağacları, altından çaylar axan, yəni çay, banan, süd, bal və s. Zeyd, aydındır. Şeyxülislam rahimehullah deyir ki, çünki Quran və sünnə, yəni Allahın xitabı insana müvafiq olmalıdır. Bu zehni bir şeydir. Allah azza və cəllə öz kitabında cəhənnəm neməti olaraq, cəhənnəm əzabı olaraq, cənnət neməti olaraq başqa bir ad zikr etsəydi, o ad ki, insan onu təsəvvür edə bilmir. Məsələn, hər hansı bir söz deyil. Ağlımıza gələn bir söz, mənası olmayan. Heç insanın, Şeyxülislam rahimehullah belə deyir, heç insanın nəfsi ona can atardı, həmin nemətə. Təsəvvür edin, Quranda bir nemət zikr olunub, adı nəsə bir ad. Nə istəyirsən dinə? Özündən 2 dənə samiti, 3 dənə saiti qoy yan yana, nəsə bir kəlmə dinə. Mənası olmayan bir söz. İnsan oxuyur, heç bir mənası yoxdur. Heç nə oradan anlamır. Heç insanın nəfsi ona çəkərdi, çəkməzdi. Ona görə Allah azza və cəllə yalnız adlarda müştərək edib ki, insanın nəfsi ona çəksin. Keyfiyyətə gəldikdə isə cənnət nemətlərinin və cəhənnəm əzabının dünyadakı əzabla, dünyadakı nemətlərlə heç bir əlaqəsi yoxdur. Sual, hətta cəhənnəm odunun yer üzündəki odla da əlaqəsi yoxdur, bəli, heç bir əlaqəsi yoxdur. Oxşarlıq yalnız addadır. Aydındır. Və bu 4 şeydir, yəni insan etiqad etməlidir qısa olaraq. Cənnət və cəhənnəm yaradılıb, hal-hazırda var və ikincisi, onların hər ikisi də əbədidir və üçüncüsü, Allah azza və cəllə hər ikisini də dolduracağını vəd edib və Allah vədinə xilaf çıxmır və dördüncüsü, cənnət nemətləri və cəhənnəm əzabı yer üzündə olan əzab və nemətlər arasında oxşarlıq yalnız addadır. Və doğrusunu Allah bilir. Və sallallahu alə Muhammed və alə alihi və sahbihi və səlləm.